Böyük alim Abu Mansur el-Bağdadi öz məşhur əsərində bütün İslam alimlərinin Allahın məkansız olmaq barədə, yəni məkandan münezzeh, uca olduğu barədə bir fikirli olduğunu bildirmiştir, yəni çatdırmıştır. نقل الإمام أبو منصور البغدادي في كتابه الفرق بين الفرق الإجماع على تنزيه الله عن المكان. İmam Abu Mansur el-Bağdadi El-Ferqu Beynel Firaq kitabında Allahın məkandan uca, yəni münezzeh olması üzərində icmanı, yəni yeşdil rəyi nəql edərək belə demiştir. Fəqal və əcma'u alə ənəhu la yahvihi məkan. Alimlər tərəfindən yeşdil rəy vardır, yəni icma vardır ki, Allahı heç bir məkan əhatə etmir. Yəni o məkan anlayışdan ucadır, məkanla bağlı deyil. Allah məkana sığmaz. Nə xüsusi bir yerdə, nə də hər yerdə deyil. Məkansız olaraq vardır. Və la yecri aleyhi zaman. Və zaman onun üçün keçərli deyildir. Yəni Allah üçün zamanın axını, keçmiş, indiki, gələcək yoxdur. O bir haldan başqa bir hala keçmir və zamana tabe değildir. Yəni zamanla bağlı deyil Allah subhanahu wa ta'ala. Və sonra Allah'a bənzərlik, oxşarlıq verənləri rədd edir. Abu Mansur el-Bağdadi bildirir ki, İslam alimləri rədd edirlər. Alə xilafi qavli mən zəhmə minəl hişamiyyəti vəl-kərramiyyəti ənəhu mumassun li'arşihi. Amma hişamilər və kərramilər firqələrinin iddiası ziddir dinimizə, İslama. Çünki onlar düşünürlər ki, güya ki Allah arşa toxunubdur. Yəni onların bu arşa toxunduğu iddia dinimizə ziddir. Ümumiyyətlə müşəbbihlər Allah'a bənzərlik verənlərə rədd edir. Bu iki firqə Allahı yaradılmışlara bənzədərək onun fiziki olaraq ərşə toxunduğunu deyirdilər. Alimlər bu batil fikri rədd etmişlər. Ümumiyyətlə Allah məkanla bağlı deyil, zamanla bağlı deyil, oxşarı yoxdur. Və qad qala Əmirul Müminin Ali radiyallahu anh. İmam Ali radiyallahu anh demiştir: İnna Allah Teala xalaqal arşa izharun li qudratihi la makanan li zatihi. Uca Allah ərşi öz zatı üçün məkan kimi deyil, qüdrətini göstərmək üçün yaratdı. Yəni arş Allahın oturması və ya yerləşməsi üçün deyil, öz sonsuz əzəmətini yaradılmışlara göstərmək üçün yaratdığı ən böyük məxluqu. Yəni Allahın ən böyük yaratdığı məxluq arşdır və öz qüdrətini göstərmək üçün yaradıbdır. Və qala aydan qad kana və la makan və huvel ana ala ma kan. Və davam edir İmam Ali deyir: məkan yox ikən o var idi və o indi də əvvəl olduğu kimidir. Məkanlar yaradılmazdan əvvəl Allah necə var idisə, indi də elədir. O yaratdığı məkanlara sonradan möhtac olmamışdır. Sonradan məkanla bağlanmamışdır.